Bakının, nəinki Bakının, Azərbaycanın maşın bazarı bütün məntiqini çoxdan itirib. Baxırsan ki, adi maşınlara fantastik qiymət oxuyurlar. Amma gül kimi maşınlara yaxın duran yoxdur. Gəlin birini mən deyim, qalanı siz yazın. BMW F30 320i. Yaxşılarından iraq, Amerikada başlarına nə oyun açıldığı bilinmir. Bura gələndən sonra Tayvan buferləri taxıb, arxasına M3 Competition yazıblar. Amma maşının özü lüt, 2 turbo, 184 at gücü. Məlum məsələ göründüyü kimi getmək də yoxdur. Başqa ölkələrdə bu orta statistik ofis işçisinin maşınıdır. Bizdə isə Malakanda kruq vurum, hamı mənə baxsın maşını. Heyf deyil Lexus GS-lər. Bu pula bundan yaxşı balans tapmaq çox çətindir. Getməyi var, komfortu var, səs izolyasiyası var, keyfiyyəti yerində. Lexus da yəni. Amma brend daydayskoy olduğu üçün cavanlar yaxın durmur. Birini mən dedim, qalanını siz. Sizcə bizdə hansı maşınlar suyunu şişirdilib, hansılarının dəyərini bilmirlər? Yazın, mənə də maraqlıdır.